Gülnaz xanımı ürəkdən salamlayıram. Eyni zamanda şəhidimiz Nicat Qasımlının əziz atası İlkan qardaşımız məclisimizdədir. Aləm bunu bilirdi. Bizim idi, bizim oldu Qarabağ. Dost qəmlənir, düşmən buna gülürdü. Şükür Allaha sola yetti. Bu sınaq bizim idi, bizim oldu Qarabağ. Qubadlı, Zəngilan qızıldı, lərdi. Füzuli, Cəbrayıl, Laçın özəldi. Kəlbəcər şairdi, Ağdam gözəldi. Xocalıdan, Xocavənddən Barsoraq bizim idi, bizim oldu Qarabağ. İki dövlət bir milletin gücünü görüp dünya yığıştırdı özünü. Pakistan da dedi qardaş sözünü. Türkiye idi döyüşlerde tek dayak. Bizim idi, bizim oldu Qarabağ. Kamil olduk, belə qeyrət dehanı 44 güne şoka saldık dünyanı. Əlbəyaxı azad etdik Şuşanı. Qarabağda asılıbdı al bayraq. Bizim idi, bizim oldu Qarabağ. Mənim əzizlərim, inşallah bir gündə olacaq. Mən Zəngəzur bizimdir diyeceğim. Bir gündə olacaq Göyçə bizimdir diyeceğim. Bir gündə olacaq Borçalı bizimdir diyeceğim. Bir gündə olacaq artıq Şimal Cənub Azərbaycan demeyip yeganə Azərbaycan diyeceğiz inşallah. Kim bu arzularsa bir gürültülü alkışlarla Tanrı Azərbaycanımıza o günü yaşasın diyerek sözü Evren Ağabey'le buyursun. Çok teşekkür ederim. Allah razı olsun. Herkes salamlayıram. Allah xoşbaxt eləsin. Yarayanlardan olsunlar. Arzu edirəm ki, heç bir zaman peşmançılıq hissi keçirtməsinlər. Allah xoşbaxt eləsin. Allah cəm şəhidlərimizə ruhunu şad eləsin. Arzu edirəm Ömər də. Bir zaman, bir vaxt sizin heç bir zaman evinizdə artıq qəm, kədər səsi gəlməsin. Həmişə toy, nişan səsi gəlsin. Allah xoşbaxt eləsin. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Mən sizlərə də öz təşəkkürümü bildirirəm ki, həqiqətən bu gözəl məkanda şəhidlərimizi çox yüksək səviyyədə təbliğ etdi. Allah səni var eləsin. Bəli, əlbəttə yüksək səviyyədədir, amma sizlərə mən yenə təşəkkürümü edirəm ki, siz öz borcunuzu yerinə yetirdiniz, var olasınız. Allah xoşbaxt eləsin. Nə deyə bilərəm? Şəhidlər bizim qürurumuzdur, baş tacımızdır. Onlar canlarından keçdilər ki, bizlər yaşayaq. Bu xoş günü bizlər görək. Biz bir ömür boyu sizlərə borçluyuq. Allah sizləri var eləsin. Ömer kardeş, Allah kızımızı xoşbaxt eləsin, bəyimizi xoşbaxt eləsin. Bugünkü gün Rəşid müəllim çox sağ olun, çox gözəl giriş elədiniz şəhidlərimizin haqqında. Bir kəlməli zadın adı çəkiləndə dağlar bizə verilir, dünya bizə verilir. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin, kızımızı xoşbaxt olsun. Nə bilim, biz Ömərlə nə qədər yaxın olsaq da, nə qədər mehriban olsaq da, Səyidlə Nicat bizdən yaxındılar. Məzarları da bölböləndir, bir şəhid oldular. Allah can sağlığı versin hər birinizə. Sizə həqiqətən təşəkkür edirəm. Elmar müəllim, hər zaman Gülnaz xanımın əziyyətimizi çəkirsiniz. Bugün də əziyyətimizi çəkəcəksiniz. Mən sizə təşəkkür edirəm, amma şəhidlərimizin durduğu yüksəkliyin bir damlasını dilimə gətirib deyə bilmişəmsə nə xoş mənə. 30 illik bir həsrətə son qoyub, mən Qarabağ müjdəsindən gəlmişəm. Gör neçə min şəhid balam can qoyub, cəm eyləyib cümləsindən gəlmişəm. Mən Qarabağ müjdəsindən gəlmişəm. Şəhidlərin, qazilərin qeyrəti, Poladımın, Cavidimin, Səyidimin, Nicatımın qüdrəti bu dünyaya tanıtdırdı milləti. Mübarizin
nərəsindən gəlmişəm. Mən Qarabağ müjdəsindən gəlmişəm. Düşmənlərin başına od əliyən, Qarabağı öz qanımla çiliyən, insanlığı göz yaşına bəliyən Xudayarın nəğməsindən gəlmişəm. Mən Qarabağ müjdəsindən gəlmişəm. Kamiloğlu çarə, səbr, dözümdür. Zəngəzur bir, Borçalı bir gözümdür. Dünya bilir, Təbriz, Göyçə bizimdir. Bu arzunun həvəsindən gəlmişəm. Sizdən xahiş edirəm, şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq bir gürültülü alqışla gəlsin. Allah şəhidlərimizin ruhunu şad eləsin. Qazilərimizə şəfalar versin. Tanrı Azərbaycan əskərini qorusun. Və mən fəxr edirəm onlarla, niyə bilirsinizmi? Onların haqqında bəlkə mən deyərdim ki, şəhidlərimiz haqqında son vaxt yazarların içində ən çox o mövzuya toxunub yazan mənəm. Ən azı 6 şeir və bir poema yazmışam. Bu barədə qürurla yazmışam. Və bir şeydə toxunum ki, 300 ildən sonra bugünkü şəhidlər Azərbaycan tarixini dəyişdilər. 300 ildən sonra, Nadir Şah Əfşardan sonra Azərbaycanda yalnız parçalanma gedib. 1 metr torpaq geri qayıtmayıb. Və bu şəhidlər Azərbaycan tarixinin ən yüksəyində duranlardır. Sözsüz ki, həm də 30 il bundan qabaq vətən uğrunda canını vermiş şəhidlərimizin qanlı yerdə qoymayıb, onu da düşməndən alandılar. Bəs ona görə onlara körpə kişilər, cavan kişilər demişəm. Allah onların ruhunu şad eləsin və yeni söz sizlere.